Bunlara əldən yemləməyi öyrətmişəm. Artıq əldən yeyirlər. Hər gün verənsinə bunları dəm versən, böyüyəndə də bunlar əldən yemək yiyəcəklər. Maraqlı heyvanlardır. Suallarınızı yorumlarda yazın. Gördüyünüz kimi. Sağ olun, salamat qalın. Kanalıma abunə olun, bəyənməyi unutmayın. Yorum yazın ki, mən də sizin nə istədiyinizi bilib ona uyğun bir şeylər hazırlayayım, videolar hazırlayayım. Sağlam Brahma cücələrim. Gördüyünüz kimi 2 aylıq keçib. Bu da mənim Heratı cüzəm. Gördüyünüz kimi. İki aylıq olsa da 1 illik toyuqları indiki vəziyyətində vurur. Yəqin ki, böyüyəndən sonra daha da döyüşkən olacaq. Bu da mənim Brahma cüzələrim. İkisini bir yerdə saxlayıram. Maşallah sağlam şəkildədir. İstəyən olsa yumurtasını da satıram. Yorumlarda yazın. Təşkil eləyim. İstəyən olsa yumurtasını da satıram. Yorumlarda yazın. Təşkil eləyim. Belə. Kanalımı bəyənin, abunə olun. Bu da Ağ Brahma cücəm. Gördüyünüz kimi. Kanalı bəyənin, abunə olun, dəstək olun. Yeni videolar olacaq. Gözəl Brahma xoruzdur. 1 illiyində yəqin ki, bir 5 kilodan artıq çəki verəcək. Bildiyiniz kimi bu cücələr, bu sortlar çəki verən heyvanlardır. Böyük görünüşü, gözəl çəki verməsi var. 11 ayında, 10 ayında da yumurtaya düşür bunlar. O birisi toyuqlar kimi 7-8 ayında yumurtlamırlar. 11 ayında bu brahmalar yumurtlamağa başlayacaq. Bax belə. Bir qədər digər toyuqları saxlamaqla müqayisədə bunlar əzizdir, tez xəstələnirlər. Tez bunlara xəstəlik düşür. Əsaslar ciyərdə pnevmoniya, ayaq tutulma, bu cür xəstəliklərə düşürlər. Ancaq yaxşı baxılsa, heç bir xəstəlik tutmadan da böyütmək olar bu cücələr. Gördüyünüz kimi, maşallah olsun, yaxşıdırlar. Bu da mənim Heratım. Bunların da gələcəkdə videolarını atacağım. Baxarsınız. Heratlar da çox dözümlüdür. Dözümlüdürlər, vurandılar. Yəni bunlar olan yerdə həyətə pişik girsin, qarğa girsin, belə bir söhbət ola bilməz. Birbaşa müdafiə edirlər həyəti. Bu da mənim saqqallı Brahma cücəm.
Görün əlimi necə dartır. Görün əlimi necə dartır. Bu heratların bir dənə mənfi cəhətlərindən biri də odur ki, adama qarşı da çox aqressivdirlər. Bilmirəm böyüyəndə necə olacaq, amma hələ ki çox aqressivdirlər. Marağında olanlar, sualı olanlar yoruma yazsın. Necə videolar çəkməli olduğunu yazsınlar. Çəkin, paylaşın. Siz də görün.